Niye biz bugünlerde neye göre özümüzə ova bilmirik? Oturup İran'a erişte kəsmək istəyirik. Çünki bizim gençliğimiz bu vəziyyətdədir. Bir Azərbaycan gənciyəm. Hər şeydən narazıyam. Xalqdan, hakimiyyətdən, ölkənin iqtisadiyyatından, cəmiyyətin pozğunluğundan, bir sözlə ölkədəki hər şeydən. Soruşsaz ki, bəs bunların düzəlməsi üçün nə eləyirsən? Cavab verə bilməyəcəm. Çünki özüm də onlardan biriyəm. Diqqətlə qulaq asın. Bu gəncin dediklərini eləmək lazımdır. İranla bağlı oturub nağıl danışmaq yox. Məsələn, hər axşam yorğun halda işdən evə qayıdanda TikTokda pozğun adı verdiyim insanların canlısında yatıram. Narazılıqsa sadəcə sözlərdən ibarətdir. Mən ortalama bir Azərbaycan gənciyəm. Böyük ehtimalla IQ səviyyəm 90-dan aşağıdır. Bəlkə də heç IQ səviyyəsinin nə olduğunu belə bilmirəm. İşim gücüm ancaq insanların həyatına və geyiminə qarışmaq, inkişafa can atan gəncləri görəndə onlara lağ eləməkdir. Bir sual yaranır. Bəs bunları necə bacarıram? Çox sadə. Çünki bunları eləmək üçün düşünməyə ehtiyacım yoxdur. İnstinktlərim hamısını özü həll eləyir. Məsələn, məşhur bloqerlərin hamısını tanıyıram, amma Diqqətlə qulaq asın. Bu cavan övladımızın dedikləri Azərbaycan reallığıdır. Biz gençliğimizi bu bəlalardan xilas eləməliyik. Öz öhdəmizə düşəni, bizim vəzifəmiz olan şeylər eləmirik. Durub İrana, bəzən Türkiyə, Amerikada da dərs verməyə çalışırıq ki, qoyma gəldi. Erdoğan'ı tənqid eləyir. İlham Əliyevin haqqında danışmağa kilit çatmır, ləyaqət çatmır. Azərbaycanda olan bəzi siyasətdən söhbət gedir. İranı yıxıb sürüyür. İlham Əliyev rejimi ondan 1000 dəfə murdar rejimdir. 1000 dəfə. O da yine seçki keçirilir. En az heç olmasa orada deyək ki, o dini lider deyək ki, 4-5 nəfər verirdim sənə prezident seçkilərində. Onların belə bir sistemi var. Sən bunların arasından geç seçə bilərsən. Onlar heç olmasa bunu eləyirlər. Bizdə o da yoxdur axı. Bizdə o da yoxdur Azərbaycanda. Onda sən hansı mənəvi haqqıyla durub İrana dərs verməyə çalışırsan? Çox maraqlı bir şey deyim dostlar. Türkiyədə dövlət səviyyəsində və bütün aparıcı kanallar səviyyəsində Türkiyə ərazisində oturub internet, nə bilim, sosial şəbəkələr üzərindən İranda prosesləri qızışdırmağa çalışan, oraya yığışın, buraya yığışın, oraya gəlin, buraya gəlin deyənlər ittiham olunur. İşitdiniz məni? Yəqin görürsünüz, mən bütün günü izləyirəm bunları. Mənim üçün Türkiyənin siyasi mövqeyi çox önəmlidir. İranda baş verən hadisələrlə bağlı. İranın bütün dövlət televiziyaları, rəsmi televiziyaları, özəl televiziyalar, eləcə də hakimiyyət yönlü və müxalifət yönlü kanallar hamısı bir xətt aparırlar. Çünki adamda dövlət şüuru var axı adamlarda. Ola bilirlər ki, qonşu dövlətin daxilində qarışmaq olmaz. Və qınıyla sosial şəbəkələrdə İranın daxilindəki prosesləri qızışdırmaq üçün siyonizmə qulluq edən adamlar var orada da. Bunlar qınıyırlar. Azərbaycanda nə baş verir? Azərbaycanda İlham Əliyevdə mandat alan adamlar çıxıb efirdə İran haqqında danışırlar. Prosesdə qızışdırmaq üçün dərin masalar keçirirlər, neyinirlər? Güya ki, bunlar bu dəqiqə həll elədilər məsələlər. Əziz vətənlər, İlham Əliyev bugünə qədər görürsünüz, Erdoğan İlham Əliyev. Bir kəlmə də olsun, İranda baş verən bu ixtişaşlar ki var, onlara dəstək ifadəsi ağzından çıxartmayıb. Türkiyəni başa düşürük. Erdoğan təcrübəli dövlət xadimidir. Bəllidir ki, o nəyə necə eləyir. Amma İlham Əliyevin davranışı şübhəlidir. Bu hadisələr göstərir ki, bu İranda baş verənlər var ha. Bu hadisələr göstərir ki, Azərbaycanda sərhədlərin bağlı saxlanması məhz İsrailin tapşırığı iləndir ki, Azərbaycan bunu eləyir. İlham Əliyev bunu eləyən neçə illərdir. Siz təəccübləndirə bilər ki, bir dəqiqə material qutarsın sonra danışaq. Nietzsche ya da Schopenhauer kimdir deyə soruşsaz, bilməyəcəm. Mən ortalama bir Azərbaycan gənciyəm. Həyatım boyu bir dənə də kitab oxumamışam. Çünki mənə görə kitab oxumaq faydasızdır. İnsana heç nə qazandırmır. Düşünürəm ki, hər kəs yalnız Quranı oxumalıdır. Amma onu da oxumamışam. Gündəlik məşğuliyyətlərimin əksəri TikTok və Instagramda Reels videolarına baxmaqdan ibarətdir. Amma xəbərim yoxdur ki, bu məni gündən-günə kapitalizm köləsinə çevirən dopamin aludəçiliyindən başqa bir şey deyil. Mən ortalama bir Azərbaycan gənciyəm. Sözdə ailə dəyərlərinin, mənəviyyatın, vicdanın hər şeydən önəmli olduğunu desəm də, istənicə pul qazanmağın hamısından vacib olduğunu düşünürəm. Pulum olsa qalan hamısının düzələcəyini sanıram.
Amma bilmirəm ki, bu mənim öz fikrim yox, sadəcə doğulub böyüdüyüm cəmiyyətin mənə yeritdiyi kapitalist sistemin tələbləridir. Hansı ki, mən o sistem üçün sadəcə azad olduğunu düşünən və bu halından razı olan bir köləyəm. Ölkəmiz bilirsiniz niyə inkişaf eləmir? Çünki gənclərimizin 90% eynən dediyim kimidir. Yerdə qalan ağıllı kütlə də elə onlar kimi sadəcə özünü fikirləşir. Mən bir dənə gənc görmürəm ki, öz mənfəətini güdməsin. Elədiyi nə isə öz xeyri üçün yox, başqası üçün eləsin. Ağıllı olanlar ya çıxıb gedir xaricə, ya da burada qalır nəsə eləyir, amma o da özü üçün. Cəmiyyət üçün, xalq üçün, inkişaf üçün nəsə eləyən çox azdır. Yox qədər az. Və ortaya belə böyük bir cahil kütlə çıxır. Kim nə deyir desin, bir xalqın rifahı üçün balacadan böyüyə hər kəs nəsə eləməlidir. Yoxsa o xalq məhv olmağa məhkumdur. Dostoyevskinin dediyi kimi, bir xalq öz dəyərlərinin dünyanı xilas edəcək yeganə sistem olduğuna inanmadan böyük bir mədəniyyət ola bilməz. Bu gün o səviyyədə inkişaf eləməmiş sivilizasiya olduğumuz ortadadır və bunun günahkarı biz deyilik. Amma 20 ildən sonra eyni səviyyədə qalsaq bunun səbəbkarı biz olacağıq. Gəlin buna imkan verməyək. Ən azından bir kitab oxuyanda yanımızdakının da oxuması üçün nələrsə eləyək. Bəlkə o da bir gün başqasına oxudar. Halal olsun. Eşitdiniz dostlar. Bu Azərbaycan gənci gençliğin bütün nöqsanlarını və dövlətçilimizin problemlərini 2-3 dəqiqəlik çıxışında ortaya qoydu. Biz illərdə danışırıq. Amma görürsünüz necə bizim qabiliyyətli varlılarımız var. Azərbaycan gençliyinin bu hala salınmasının səbəbkarı İlham Əliyevdir.